Bir də Rəcəb ayıdır, hansı ki bu günləri görürsən ki, bəzi məzhəblər, təriqətlər insanları çağırırlar. Məğribdən sonra işə namazı arası 12 rükət namaz qılmaq, nə bilim 20 rükət namaz qılmaq və yaxud da o namazın adı rəqaib namazıdır deyirlər ona. Və yaxud da deyirlər ki, Rəcəb ayının 27-si Peyğəmbər s.ə.v-in Meyrac günüdür. Allah Rasulü Meyraca gedib, həmin günü orucla keçirmək. Və yaxud da bu ayda müxtəlif günlərdə oruç tutmaq, kimdir oruç tutarsa sanki neçə ay oruç tutanın savabını qazanır və s. kimi rəvayətlər gətirirlər ki, hansı ki bu rəvayətlərin heç birinin səhihliyi barəsində heç bir şey varid olmuyor. Və bu rəvayətlərin əksəriyyəti də necə ki alimlər deyirlər ki, mühəddislər uydurma rəvayətlərdir. Səhih də deyirlər, zəif də yox, uydurma. Bir var zəif hədis, bir də var uydurma hədis. Ona görə də sən o əməlləri etməklə əksinə dinə nədir? Yenilik gətirmiş olursan, bidət etmiş olursan, hansı ki Allah və Rasulü o şeyi bizə əmr etməyib. Allah və Rasulü o şeyi bizə əmr etməyib.